Salam, axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 4 otaqlı ev satışa çıxarıldı. Şəxsi özləri üçün tikilmiş evdir. Şəxsi özləri üçün tikilmiş ev nə deməkdir? Yəni neçənci ildə tikilib? 2015. Yəni 2015-də tikilmiş evdir, oturuşmuş evdir, 4 otaqlı evdir, 87 min manatadır. Fərdi yaşayışdır. Yəni qeydiyyata düşə biləcəyiniz bir evdir. Saray qəsəbəsində Gəncə təndirinə keçəndən çatmamış. Gəncə təndirinə qatmamış. Bakıdan gələndə Gəncə təndirinə çatmamış sağa dönürsünüz. Sumqayıtdan gələndə Gəncə təndirini keçəndən sonra sola dönürsünüz. Belə, bax 4 otaqlı evdir. Mərkəzi kanalizasiyası var, qazı var, suyu var, işığı var, görsüz trapı da var. Bütün sayğacları hamısı yerindədir. Bu da evimizdir. 4 otaqlı evdir. Ev neçədir? 126 kvadratlı, 11-20'nin 17'şer. 126 kvadratlı, 11-20'nin 10-70'ə. Evin kvadratı 126 kvadrat evdir. Siz təsəvvür edin. Evdə balaca otaq olmayacaq da, indi görəcəksiniz. Bax, belə qəşəng həyətdə oturmasında stol qoyublar. Bir də burada nə var? Və belə yay mətbəxi kimi istifadə edə bilərsiniz. Əlavə bir tikilidir. Ev sahibi bunu mağaza kimi istifadə edib, deyəsən. Hə, yüngül nəsə çöldən də pəncərəsi var. Yəni təyinatı üzrə sizə necə uyğun olsa elə istifadə edə bilərsiniz. Yəni bu da var. Onu demək istəyirəm. Evdən əlavə bu da var. Bax belə. İndi bax buradan neçə pilləkən qalxırıq? 1, 2, 3, 4, 5, 6, yəqin bir daşda. Əslində 9. Aha, əslində deyir 9 daşda ev sahibi deyir. Qabağını qaldırmışam, onu qalıb belə. Burada bir də nə var? Bax, ayaqqabı soyunmaq üçün yerdir. Bax, belə bir otaqdır. Buradan ayaqqabılarımızı soyunub, təzdən bura giririk evin içərisinə. İndi hələ koridora baxın, Ay maşallah. Bax, bu evin koridorudur. Görün, nə boyda koridoru var. Böyük, geniş, səliqə sahmanlı bir koridordur. Axıra qədər gedir. 1.80 deyini. 1.80 təsəvvür edin, koridorun enidir. Bax, əlimi açıdan baxın. Koridorun eni 1.80. Hələ bura gəldiyəcən lap deyinlənir. Əmi salam, nətərsiniz? Necəsiz? Evi çəkirik. Hə, zəhmətimizi gözləyək. Deməli, gəldiyəcən nə qədər olur? Hə, gəldiyəcən biraz da böyüyür. 4 otaqlı evdir. 87 min manata. Gəl birinci qonaq otağından başlayaq. Əmi, buranı çəkmək olar da qonaq otağından başlayaq. Bax belə. Bura bax qonaq otağıdır, zalı. Bir də zəhmətimizi televizyon kodunu alaq. Bura qonaq otağı neçədir? 4.30-un 5.80-də qonaq otağıdır. Hündürlüyü də yaxın bir 3 metr var. 3 metr 10 sant hündürlüyüdür. Təsəvvür edin. Bax, bu vəziyyətdə hündürlüyü 3 metr 10 santdır. Qoşadaş kubiklə tikilib, fundamenti 6 armatur atılıb içinə. Yəni gələndə bunların hamısının ev sahibi özü sizə izah edəcək. 60-ın 40-a fundamenti, üstündə də kəməri var. Çox yüksək keyfiyyətlə tikilmiş evdir. Şəxsi evdir də, yəni şəxsi evdir, bax bunlar. Demək, buradan qonaq otağını göstərdim. İndi bu yataq otağına baxın. Bax, burada bir yataq otağı var, görürsünüz. Bax, belə böyük bir yataq otağıdır, baxın. 17 kvadrat, tək bu yataq otağıdır. Sonra növbəti otaqlara baxaq. Məsələn, bax, burada bu otağa baxaq. Bu necə otaqdır, baxsın. 16 kvadratda bu otaqdır. Baxın, 16 kvadratda bu otaqdır. Bax, bütün pəncərələri hamısı normal öz həyətinə baxır. Torpağı 2 sotdur, 2 sotun içərisindədir. Burada da lamıskalar yanmır, təxminən buradan bir göstərək. Necə düşəcək, indi baxın. Bax, belə bir otaqda buradadır. Nisbətən balaca otaq budur. Hə, deçik otaqdır, uşaq otağı. Sanitar qovşağını da göstərək. Bu da sanitar qovşağıdır, bu işığı yandırın. Hə, bax, görürsünüz nə boydadır, böyülüyünə baxın. Hə, nə istəsiz qoya bilərsiniz. Hə, və nəhayət mətbəx. Əsas mətbəxdir. Bax, bu da mətbəxidir. Bax, belə. 16 kvadratda mətbəxidir. Mətbəx mebeli də var. Ev sahibi indi hal-hazırda yanımdadır. Bax, istəyirsiniz, mən soruşum, bir izah elə. Bu evdə qalan əyrəsiyli şeylər var. Məsələn, kimsə istəsə bura laminat vuracaq. Laminatında pulun çıxacaq, qapılarında pulun çıxacaq, kombinində pulun çıxacaq. Aha, kombi radiatorda hələ yerləri, xəttlər hamısı çəkilib, yəni bunlar almayıblar. Ev sahibidir, izah eləyir ki, yəni siz gəlib bu evə baxanda, bu evdə hansı işlər görüləcəksə, artırlaması üçün o evin pulundan çıxılacaq, değil mi? Düzdür? İnşallah. Gəlin siz burada ev sahibinin özü ilə danışın. Yəni necə lazımdır? Həm indirim olunacaq, ev sahibi özü eləyəcək. Həm də burada olan bu çatışmayan şeylər var, bəzi işlər. Hamısına indirim olunacaq. Qəşəng super bir qiymətə siz 4 otaqlı alacaqsınız. Şəxsi özlərində tikilmiş ev alacaqsınız. Kupçalı olacaq. Qeydiyyata düşə də biləcəksiniz. Yəni bax belə bir evdir. 87 min manatdan satışa çıxarıldı. Yaşayışın hamısını izah eləmişəm. Allah alana da satana da xeyir versin. Sağ olun.